Hamıya salam əziz dostlar. Bugün bizdə yaxşı beçələr var. Beçələri bugün kefli variantında hazırlayacağıq, amma şaxırda yox bu səfər. Nəyə görə pivədə? Çünki pivənin arpa ətri olur, belə çörək ətri gəlir bizim hazırladığımız yeməkdən. Mən özümə yeni kəşf elədiyim səlyan pivəsindən istifadə edəcəm, amma bu 66-cı ildən istehsalatdadır. Tam 100% arpadandır. Bizə də lazım olan əsas odur. Salam əleykum. Biraz da pivə əlavə eləyək. Qapağını bağlayırıq və yağa düşənə kimi gözləyirik. See you soon.